Yani deyirlər bəzi hallarda ki, bəlkə biraz yavaşlayaq, çünki çox bir sürətlə gedirik qabağa. Bəlkə də məntiq var burada da. Bəlkə də məntiq var burada da. Bəlkə də məntiq var burada da. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan sərkərdə idi, gözəl vətəndaş idi. Gözəl vətəndaş idi. Gözəl vətəndaş idi. Və son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı Azərbaycanda 5 dəfə, yəni 500% aşağı düşmüşdür. Yəni 500% aşağı düşmüşdür. Yəni 500% aşağı düşmüşdür. Təmtəralı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra orqanlarının rəhbərlərinə də aiddir. Hər il mən Gül bayramında uşaqlarla görüşürəm. Biri yaxınlaşır, nəsə deyir, o birisi yaxınlaşır, nəsə deyir. Biri gəlir ki, deyir ki, mən sizi tanıyıram. Bir qız yaxınlaşdı, 4-5 yaşında, deyir ki, siz Heydər baba oğlusunuz. Bilirsiniz, bugün eşitdiyim ən gözəl, ən əziz sözlərdir.